Yorum yasan qaqam. Qardaşım, bir dənə zəhmət olmasa, bunu bir dənə tərdən yaxınlaşıram. Tuturam, problem yoxdur. Nə qəşəng süpürgədə bu. Buyur qardaşım. Ay, çoxsu, Allah razı olsun. Sağ ol. Gəl sən iftara qonaq elə. Qardaşım maşını pis yerə saxlamışam. Gəl qonaq elə, iftar. Sonra çəkəcəklər. Ramazan ayıdır, gəl qonaq elə. Çox sağ ol qaqam. Buyur, zəhmət olmasa. Bir şey istəmirəm. Buyur qardaşım, al bunu, piçini canlı sinsin. Çox sağ ol qardaşım, çox sağ ol. Hava necədir? Soyuq da, ha? Dəhşət soyuqdur hava, dəhşət soyuq. Can. Biz səni hara tanış olmuşduq? Çöldə, bayırda. Hə, can, laf yaxşı, laf yaxşı. Qardaşım çox sağ ol, doydum mən. Doydum. Mən yedim. Otur, gözümə nəsə düşür, bir dənə, silcənə. Bura düşüb bana. İkisinə. Harda qaldı bu? Qardaşım, fenomen olmusan, sənə göstərirlər. Nətər mənə göstərdilər? Deyən görüm bu nədir? Onu bu soyuq havada küçələri təmizləyərkən yolda tapdım və sonra vicdanım əl vermədi, ona bir iftar süfrəsi qonaqlıq vermək istədim. Ona bir dənə gözəl biti verdim və mənə çox sağ oldu. Və sonra soyuqdan donduğunu mənə dedi. Dəhşət soyuqdur hava. Və sonra soruşdum, bu soyuq havalarda harda yaşayırsan deyə. Çöldə, bayırda. Yemək yeyəndən sonra dəhşət pis oldu, ağlamağa başladı və buradan hamıya səslənirəm. Ramazan ayında gəlin hər birimiz birimizə dəstək olaq.